rəssamı. Simur quşunu yaradır indi. Və bu məqamda hiss olunmadan bir qədər əvvəl adını çəkdiyim Atəşgah məbədi əsas səhnədə ucalır. Məbədin başında Qum rəssamı Simur quşu əfsanəsindən olan həyat ağacını çəkir. Və indi onun çəkdikləri heyrətamiz bir şəkildə sanki canlanır və hərəkətə gəlir. Budur, onun ayrı-ayrı çizgiləri çəkildikcə çox real bir obraz yaranmağa başlayır. Atəşgah məbədinin ətrafındakı rəqqaslar da qum üzərində çəkilənlərə paralel olaraq, ona uyğun olaraq xoreografik hərəkətləri nümayiş etdirirlər. Və bununla da sanki qum üzərində çəkilənlər həyatda real bir gerçəklikdə öz əksini tapır və canlanır. Çox gözəl bir mənzərəni müşahidə edirik ümumiyyətlə. İndi söyləmək çətindir. Avropa oyunlarının açılış mərasimi daha gözəl alındı, yoxsa bağlanış. Mənə elə gəlir ki, bütün bunlar bir-birini tamamlayan möhtəşəm bayram tədbirləri idi. Budur, Qum rəssamı yaxınlaşan tufanı təsvir edir və rəqqaslar da ona uyğun olaraq külək və dalğaları canlandırırlar. Bildiyimiz kimi dünyanın demək olar ki, bir çox mitologiyalarında var. Simur quşu Feniks adlanır və Feniks elə Türk dilində Banu adlanır. Yəni, bütün bunlar hamısı bir-biriyle əlaqədardır. Sadəcə müxtəlif bir ölkələrdə, müxtəlif millətlərdə cüzi fərqlə demək olar ki, hamısında var. Qum rəssamının çəkdiyi çizgilərə uyğun olaraq indi yenə də biz tamamilə başqa bir mənzərəni görürük. Bir qədər əvvəl dalğalar kükrəyirdi, coşub daşırdı. Yəqin ki, bu da bizim mavi Xəzərin dalğalarıdır və burada rəmzi paralellər də axtarmaq olar. Birinci Avropa oyunlarında da yarışlar bu cür kükrəyib daşan dalğalar kimi dramatik mübarizəni xatırladırdı və indi tədricən dalğalar sakitləşir və meydana idmançıların əllərində çıxarılan 50 quşu görürük. Bütün bunlar ayrı-ayrı dövlətlərin bir rəmzidir. Avropa oyunlarında iştirak edən 50 ölkəni təmsil edən canlılar indi meydanda yenə də qrup
şəklində toplaşırlar və bütün bunlar da 50 ölkənin hamısının vahid bir ailədə toplanmasını göstərir və Bakı bütün idmançılar üçün, bütün Avropanın sülh elçiləri üçün 17 gün ərzində doğma bir evə çevrildi və indi səhnədə, meydanda məhz bu məqamlar tamaşaçılarımıza nümayiş etdirilir. İndi isə meydanı məşəllər bürüyür və alov dilləri ucalır və bütün bunlar da təbii ki qum rəssamının çəkdiyi şəkillərə uyğundur. Alov dillərdə bənzər qanadları olan ifaçılar meydana çıxdıqda artıq quşları əllərində gətirən rəqqaslar meydanı tərk edirlər. Musiqinin ritmləri güclənir və buna uyğun olaraq alov rəqqasları da daha çevik hərəkətlər edirlər. Sanki indi bütün səhnə odalova bürünür. Və yenə də ecazkar, sünkar, fantastik bir mənzərəni görürük. Şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanır. Bütün bunları yalnız görmək lazımdır. İki göz işlər tamaşa etsin. Bu alovların əhatəsində pərvazlanıb göyə qalxır və səmada qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyinin arasında hələ ki dayanır və indi bu zərrəciklər yer kürəsində, yer üzündə həyat qığılcıqları kimi işarır, şölə saçır. Oyanış və dirçəliş baş verir. Beləcə əfsanələr reallığa çevrilir. Və sonradan bütün bunlar möhtəşəm bayram tamaşalarında bir daha nümayiş etdirilir. Hər bir xalqın arzu və ümidlərini işıqlandırır, onların təcəssümünə çevrilir. Əlavə edək ki, hal-hazırda bəlkə də